Salam əziz müəllimlər və şagirdlər. Bugünkü mövzum Subject Verb Agreement mübtədə xəbər uzlaşması qaydası haqqında məlumat verəcəm. Birinci təkfirlərimizi öyrənək. Təkfirlərimiz is, was, has, does, goes, helps. Cəm feillərimiz are, were, have, do, go, help. Will be isə həm cəmdə, həm də ki təkdə götürülə bilir, ikisində də. Mübtədə əgər təkdə olursa, xəbərimiz təkdə olur. Mübtədə cəmdirsə, xəbərimiz isə cəmdə olur. And bağlayıcısı iki ismin ortasında verilərsə, xəbəri cəm. And bağlayıcısı əgər dırnaqla verilərsə iki ismin ortasında, deməli xəbəri təkdə olur. For example, my mother and father are in Baku. Burada iki isimin ortasında and bağlayıcısı bağlanıb. Ona görə də xəbəri cəmdə işlənibdir və dırnaqsızdır. İkinci, Tom and Jerry dırnağın içində verilibdir. And bağlayıcısı ilə iki isim və xəbəri isə təkdədir. Gerund, ing, məsdər to ilə başlanan cümlələrimizin xəbəri təkdə olur. For example, feelingdən başlanıbdır. Xəbəri isə təkdə götürmüşük. To kill məsdər fiillə başlanıbdır. Xəbəri isə təkdə götürmüşük. There, here, where tipli cümlələrdə birinci gələn ismə görə xəbər uzlaşır. For example, there is an apple on the table. Burada there'dən sonra gələn an apple, yəni təkdə olan ismə görə biz there'dən sonra is xəbərini götürmüşük. Either or, neither, nor, not only, but also. Bu cür tipli cümlələrdə or, nor, but also'dan sonra gələn isimlə xəbər uzlaşır. Yəni, or, nor, but also'dan sonra tək isim gəlirsə xəbəri tək, cəm isim gəlirsə xəbəri cəm olur. For example, neither my father nor his friends are here. Nor'dan sonra gələn isimimiz cəmdir. Ona görə xəbəri cəmdə götürmüşük. Əgər bu təkdə olsaydı, xəbəri tək götürəcəkdik. Əgər mübtədə along with, together, as well as, except, rather, than bağlayıcısı ilə bağlanırsa, isim yaxud əvəzliklər ifadə olunursa, ismə görə xəbər uzlaşır. Yəni, for example, the teacher, together, görürsünüz, together işlənibdir. Ondan əvvəlki sözümüz təkdə olduğu üçün xəbəri tək götürmüşük, was-la götürmüşük. Əgər ki, cəm olarsa, xəbəri cəmdə götürəcəyik. Qeyri-müəyyən əvəzliklər each, either, neither, another, one, everyone, everybody, everything, no one, nothing, nobody, anyone, somebody, someone, anything, much. Xəbəri təkdə olur bunların. For example, much was. Görürsünüz, muchdan sonra xəbərimiz təkdədir. Qeyd. Cəm isimdən sonra iç gələrsə xəbəri cəm olur. Yəni, içdən əvvələ baxacaq cümlələrdə. Görsək ki, isimimiz cəmdirsə, xəbəri cəm götürəcəyik. Təkdirsə, xəbərini tək götürəcəyik. İç əgər mübtədə əvəzində işlənərsə, xəbəri təkdə olur, cəmdə olmur. İsimdən sonra işlənərsə, sonra some, any, no, all, more, most, tək isim olanda tək xəbər olur, cəm isim olanda cəm xəbər olur. For example, some of the cake was eaten. Xəbəri təkdə götürüb, çünki deməli, kek təkdədir. Some people, görürsünüz, cəmdə verildiyi üçün xəbərimiz həvlə verilibdir, yəni cəm xəbərlə verilibdir. Ölçü, məsafə, zaman, pul, faiz, kəsir tipli cümlələrdə xəbər təkdə olur, cəmdə olmur. For example, 2 million
Xəbəri necə veririk? Təkdə vermişik, izlə vermişik. Qeyd: ölçü, zaman, pul, faiz, kəsir, məsafə ifadə olunan sözlər of birləşdirici ilə işlənərsə, xəbəri özünə yaxın olan isimlə uzlaşır. For example, how of the lands are. Görürsünüz, of birləşdirici ilə işlənibdir. Ona görə də xəbəri biz qabağındakı ismə görə götürmüşük. Cəmdir, cəm xəbəri götürmüşük. Half of the money was-la veribdir. Of-dan sonraki money sözü sayılmır, təkdədir. Xəbəri də təkdə götürmüşük. Riyazi hesablama olan sözlərin xəbəri təkdə olur. For example, 2 and 2 is 4. 2 üstəgəl 2 4'dür. Deməli, burada görürsünüz, riyazi hesablamadır, xəbərini isə təkdə götürmüşük. The article ilə işlənən, substantivləşən sifətlərin xəbəri cəmdə olur. Heç vaxt təkdə olmur. For example, the rich xəbəri nə götürmüşük? Cəmdə götürmüşük. Heç bir zaman təkdə götürmək olmaz. A number of cəm isim xəbəri cəmdə olur. The number of-un cəm isim xəbəri təkdə olur. For example, a number of students xəbərini cəmdə götürmüşük. The number of students in our class is xəbərini təkdə götürmüşük. Sonu x ilə bitən isimlərin xəbəri təkdə olur. For example, mathematics x ilə bitibdir. Deməli, xəbəri təkdə verilibdir. Cümlədə xəbər ilk sözünü ilə qədər olan ilk mübtədə ilə uzlaşır. Yəni, əgər cümlədə sözünü varsa, sözünündən əvvəlki sözə baxırıq. For example, the monuments to the heroes were on the hill. Deməli, sözünündən əvvələ baxdıq, cəmdir. Ona görə də xəbərimizi cəmdə götürmüşük. Söz önündən əvvəl tək olsaydı, xəbəri təkdə götürəcəkdik. Topluluq bildirən isimlər, family, crew, committee, board xəbəri həm təkdə, həm də cəmdə olur. For example, our family is large. Ailə kollektivindən söhbət gedirsə, xəbəri təkdə olur. The family were at the dinner table. Əgər ailə üzvlərindən söhbət gedirsə, xəbəri cəmdə götürürük. Tabeli mürəkkəb cümlələrdə mübtədə who, which, what nisbi əvəzlikləridirsə, əvəzlikdən əvvəlki isimlə xəbər uzlaşır. For example, I helped the woman who və yaxud that was. Who və yaxud zətdən əvvəlki sözümüz təkdə olduğuna görə xəbəri təkdə götürmüşük. I helped the woman who that were. Who və yaxud zətdən əvvəlki sözümüz cəmdə olduğuna görə xəbəri cəmdə götürmüşük. Several, few, both, many, others xəbərləri cəmdə olur. For example, several of my friends work xəbəri cəmdə götürmüşük. It ilə başlayan cümlələrin xəbəri təkdə olur. For example, it is a pen.